There's no time for us. There's no place for us. What if the thing that builds our dreams yet slips away from us? Who wants to live forever? Who wants to live forever? Who dares to love forever? Well, I must die. But touch my tears with your lips. Touch my world with your fingertips. And we can have forever. And we can love forever. Forever is our today. Who wants to live forever? Who wants to love forever? Süper. Forever is our today. Who is forever anyway? Ben bilmirdim ki onun belə səsi var. Bravo. Yani ben Bravo. başka bir istifadə elədi səsindən. İlgar. İlgar. Azər olan mən başlayayım. Allah Azər. ben başlayayım. İlgar çok üzr istəyirəm ama mən sənin bu kadar böyle gözəl səsin olmağını bax bugün anladım. Diapazonu da anladım. Sen bunu da oxuya bilərsən anladım. Biz səni həmişə belə də obrazda oxuyan görmüşük və bugün Zülfiyə xanımı təbrik edirəm deyə Sən geyiminə bax. tələbələrini birisi %100% dəyişdirdi. Mən bax dedim ki ola bilmez, bu oğlanda ola bilmez. Səni təbrik eləyirəm. Həm geyimin, İndi ona dönmədiyinizə görə peşmansınız, hə? bəli, bəli çox peşman oldum. Bəli, Sonraki peşmançılıq da fayda vermir. fayda hə? etməz. Eldar, davam eləyək sizinlə. Mən Siz də demək ona istəyirəm ki, dönməmişdiniz. bu Bu böyük siyahıda sizin adınız var. Çox əfsuslar əslində. Amma bu mahnı olsaydı Sən və də belə bir dönməmişdin. yox, bu mahnı olsaydı və belə bir ifa olsaydı mütləq iki əlli, iki ayaqlı belə dönərdim. Elə bir mahnıdır dostlar ki, bizi çox ciddi yüktür, ciddi mahnıdır və elə bir ki, biz ustadlar da burada biraz ağırlaşdıq, heteroya da belə, daha belə seriozlu Belə oldu da. deyəm. Hə. Həyat deyim o mahnı. İlqarın səsi, çalarları tam başqa cür açıldı bizim üçün, tamaşaçılar üçün. Həqiqətən Əhsən çox gözəl bir ifa idi. Teşekkür ederim. Başdan ayağacan onu yaşadınız. Çox sağ olun. Minnətdaram. Və ona zamanında öz kürsüsünü döndərməyən daha bir ustada söz verirəm. Murad, buyurun. İlqar, mən təşəkkürümü bildirirəm sənə. Əslində mən səni çoxdan kəşf eləmişəm və mənə elə gəlir ki, sən ümumiyyətlə bu layihənin o rus dilində o ifadə doğru səslənir. Azərbaycanca bəlkə birə-bir o hissiyatı verməyəcək. O sirli at, gizli at kimi hansı ki özünü zaman-zaman bildirir, bəlli edir və bütün nəzərləri özlərinə cəlb edir. Bax, İlqarda bu xüsusiyyəti mən hiss edirəm. Bu nəğmə Who Wants to Live Forever bəlkə də çox adam bilmir. Burada Queen qrupunun gitaristi və bəstəkarı Brian May ifa edir. Mahnının bəlli hissəsində isə Freddie daxil olur. Sözüm nəyə gətirəm? İlqar mahnıya verdiyi ekspresiyada hər iki xarakteri hiss elətdirdi. Onun Brian May'dən Freddie Mercury'yə keçidi inanılmaz möhtəşəm idi və İlqar,
Səndə çox şey var. Səndə çox müsbət musiqili cəhətlər və tərəflər var. Mən istəyirəm ki, bunu Azərbaycan xalqı bilsin, öyrənsin və səni daha çox sevsin. Çox sağ olun. İnşallah. Bu sevgi dolu rəylərlə və alqışlarla sizi hələ ki səhnə arxasına yola salırıq İlqar.